Selamünaleyküm. Ben bugün yine sizlerle xəstəliklərdən danışmaq istəyirəm. Xüsusən ürək damar xəstəliklərindən. Müasir dövrümüzdə şurkulanmadır, stentləşmədir, hətta cərrahi əməliyyat da ürəyin son halını göstərir. Ürək xəstəliyinə necə yoluxmamaq olar? Mən həkim olmadığıma görə çalışıram xəstəlikləri də adam dilinə çevirim ki, hamı başa düşsün. Müasir dövrdə insanlar həkimə gedir və həkim ona diyetə yazmayanda sevinir ki, çox yaxşı həkim idi. Demək olar ki, dedi, nə istəyirsən yem. İnsan ağzının quludur. Yəni məni kimi çox danışarsan, yersiz danışarsan və yaxud harda gəldiyinə danışarsan, onun məsuliyyəti var. Bax, məndə o yoxdur. İkinci, insan ağzı ilə qidalanır. İnsan ağzının məhsuludur həm də. Nə yediyimizdən, nə içdiyimizdən biz asılıyıq. Ürəyimiz də, damar sistemimiz də ondan asılıdır. Bax, ona bir nömrəli fikir vermək lazımdır. İkinci, insanın onurğa sütunu düz, bütöv olmalıdır. Yəni bu əsas ürəyi qidalandıran sinirlər açıq olmalıdır. Və müasir dövrdə həkimlər də, insanlar da ona fikir vermirlər. Onurğa sütununa fikir vermir. Ürək isə bütün orqanları qan ötürür, özünə çatdıra bilmir. Çünki özünün siniri bağlı olduğuna görə, kürək sinirli bağlı olduğuna görə özünə qan çatdıra bilmir. Oturaq həyat tərzimiz, kompüterlər, nə bilim kitablar, hətta müasir dövrdə telefonlar, insanlar bükülüb otururlar və bunun nəticəsində ürək siniri sıxılır və ürək hər yerə qan çatır, özünə çatdıra bilmir. İkinci, biz qidalarımıza fikir verməliyik. Biz nə yedirik? Həkimə getdin, əgər həkim sənə diyetə yazmazsa, deməli həkimə getmək lazımdır. Nə yediyimiz vacibdir. Reklam olunan, göstərilən, təbliğ olunan, bəzən də fikirləşir, vitamin bolluğu olan yeməklərdən biraz aralı durmaq lazım. İnsan nə qədər az yesə, nə qədər az qidalansa, o qədər də xeyirdir. Mən çox atamlarla, həkimlərlə oturub söhbət eləmişəm, görürəm ki, adi adamlardan seçilmir. Onlar həyat tərzi gündə 3-4 dəfə qidalanmaq fikirləşirlər ki, bu normal haldır. Əslində qalanlar yox, bu anormal haldır. Sizi də həkimlə olsaz belə tezliklə o digər cərrahi əməliyyatlar sizi də gözləyir. İnsan yeməyinə fikir verməlidir. Çox vacib şərtlərdən biridir. Digər tərəfdən, insanların, məsələn, görürsən, bəzi qadın kişi 150 kilo çəkisi var, insana deyirlər ki, hərəkət elə. Ürəyə görə sən hərəkət etməlisin. Bəli, düz deyirlər, amma 150 kiloluq adam hərəkət eləmək üçün, elə bir ki, bir adamı da, məsələn, normal insanın çəkisi 80, 70, 90 olmalı halda, məsələn, o 160 kiloluq adam əgər hərəkət edirsə, bir adamı da alıb çiyinə hərəkət edir. Təsəvvür etsən, bir adam özü boyda bir adamı alır çiyninə gəzdir və bunu hərəkət sayır. Bu da aşağı ətrafları, bütün oynaqlarını xarab edir. Yəni, bu çanağının, diz və topuqdakı olan bütün qığırdaqları zədələyir. Və bundan bu adam ağır çəkili adamlar nə etməli? Əgər sizin ağır çəkiniz varsa, əgər yoxdursa gəzə bilərsiniz, hərəkət eləyə bilərsiniz, bu vacib şərt. İkinci, əgər sizin ağır çəkiniz varsa, ən azı 80 kilodan yuxarısınızsa, siz mütləq uzanılı vəziyyətdə ya velosiped sürməlisiniz, ya da hərəkət eləməlisiniz. Oturub qalxmalı və yaxud əgər sizin çəkiniz dediyim kimi yüksəksə, uzanılı vəziyyətdə ancaq ayaq idmanları və əl idmanları eyni zamanda, çünki ürək bir tərəf istiqamətdə qanı vurur, onun digər tərəfdən o ağır qatılaşmış qanı, qidalarımızla zəhərlədiyimiz qanı geri qaytara bilmir. Onun üçün də bud, baldır, hətta qol əzələləri, əlin içindəki əzələlər, bel, qarın əzələləri ona kömək edir ki, həmin qanı ürəyə çatdırmağa. Onlar hərəkət elədikcə qanı sanki nasos kimi itələyir ürəyə ki, ürək rahat nəfəs ala bilsin, ürək qidalana bilsin, ürək bir tərəfli vurur, ikinci tərəfə qəbul eləyə bilmir qanı. Qəbul eləmir, hərəkətli olmaz. Hərəkətli olmaq üçün də insanın çəkisi artıqsa hərəkət eləyə bilmir. Mütləq uzanlı vəziyyətdə, çəki ağır olanlar hərəkət eləməyə meyilli olmalıdır. Uzanlı vəziyyətdə velosiped sürmək, hərəkət eləmək, əgər eləyə bilmirsə, kimsə uşaqlardan, nəvələrinizdən, oğlu və qızlarınızdan biri sizə kömək eləməlidir. Hərəkət eləmək, ayağınızı, əlinizi açıb bağlamalısınız. Mümkün qədər çox, biraz güclə eləməlisiniz ki, əzəllər biraz gücə düşsün ki, qanı itələyə bilsin. Sinirdəki, əzəllərdəki qalan qanları itələyə bilsin. Bax, buna fikir verməlisin, bir nömrəli. Və bunun üçün də çox dərin düşünmək də lazımdır. Sadəcə həyat tərzinizi dəyişməlisiniz, normal qidalanmalısınız, mümkün qədər qidalanmamalısınız. Bax, bunu da deyirəm ki, biləsiniz, mümkün qədər qidalanmamaq. Əgər qidalanırsınızsa, onu da çalışmaq lazımdır. Meyvə, tərəvəzlər, indi görürsən, bu sezondur, meyvələr, tərəvəzlər çoxdur, bax, onlarla mümkün qədər qidalanmaq. Dediyim kimi, əgər mümkünsə, heç qidalanmamaq daha effektivdir. Yəni, qan özünü qaraciyər vasitəsilə təmizləyəcək və digər orqanlar da var. Qan özünü təmizləyə bilən orqandır. Onu ac qoyduqda biraz da elə bir ki, başqa bir qida olmadığına görə bütün orqanizm başlayır özünü təmizləməyə. Biraz imkan verin.
Bir yadınıza gəlir, Qarabağ alınanda Xaçın çaydı deyəsən, prezident özü də təqdim eləmişdi. Bulanlıq bir çay gəlirdi, zəhər qatırdılar ermənilər. Dünya hay salandan sonra o çaya deməli zəhəri atmadılar və indi həmin çay şəffaf duru gəlir. Yəni insanın qanı da elədir. Əgər ona nəsə qatmazsa, yeməklərlə, qidalarla və yaxud cürbəcür tabletkalarla, aptek dəva dərmanları və market dərmanları qatmazsa, özünü təmizləyən orqandır. Qan dövranı özünü təmizləyəcək. Ona görə biraz da yeməyinizə fasilə verin. Mümkün qədər ki, özünü təmizləyə bilsin orqanlar. Narahat olmayın. Mən sutkada bir dəfə qidalanılan mənim heç belə də problemim yoxdur. Yeməkdən də ləzzət almağı tərgizməlidir. Müasir insan yeməkdən ləzzət aldıqca biz insandan çıxırıq, başqa məxluqlara yaxınlaşırıq. Yəni onu bilin. Mən çoxlu həkimlərlə oturub söhbət eləmişəm hər mövzuda. Görürəm ki, onlar da adi həyat tərzi sürürlər. Narahat olmayın. Siz də həkimin, cərrahın Skype-leri gözləyir.